سلام، دکتر احد شهبازی هستم، جراح و فوق تخصص قرنیه. خوشحالم که امروز در خدمتتون هستم. لطفاً کانال ما رو سابسکرایب کنین و علامت زنگوله رو بزنید. Quzu qərniyə ya qərniyənin quzu tappası bir dənə gözün eşik layəsinin noxoşluğudur ki, bu noxoşluqda qərniyə namunəzzəm olur və astigmat namunəzzəm tapır. Keyfiyyət edid əni rəşaya və məriz deyir ki, ayətdir, mənim gözümün şumarəsi eynəklə islah olmur ki, eynəkin şumarəsi tez-tez dəyişilir. Bunlar gecələr çırağın dövrəsində bir halə görürlər. Keyfiyyət edid əni rəşaya və eynək ya lenzlə də islah olmur. Bu noxoşluq 12 yaşdan başlanar və bemurur yavaş-yavaş qərniyə nazikləşər və namunəzzəm astigmat tapılar. Bundan qabaqca, 20 il bundan qabaq dedilər quzu qərniyədə əməli həsv eynək əncam verməyək, leyzik ya lazik mən idi. Vəli 10 ilin ərzində çoxlu məqalələr var ki, bimaran quzu qərniyədə xəfif məvariddə bu əməliyyat lazik əncam tapılıbdır və çox da yaxşı nəticələr alınıbdır. Onların ki, quzu qərniyələri xəfifdir, onlar deyə bilir əməli laziki əncam verər. Vəli zəxamət qərniyə, topoqrafi, şumarə çeşm, bunlar gəh tutaq, bərrəsi eləyək və bəd təslim tutaq ki, nə əməl bunlar da yaxşıdır. Bilirsiniz, bəstəgisi vardı, bunun quzu qərniyəsi hansı mərhələdədir? Məvarədə xəfifdə heç quna mümkün müşkül icad olmuyor, vəli məvarədə şədiddə təşdid olar bimariyə quzu qərniyə. Yəni, biz bəstəgisi var, senni bimar neçə yaşındadır o noxoş, şiddəti quzu qərniyə nə mərhələdədir, aya pişrəft eləyir, ya pişrəft eləmir. Biz indi crosslink ilə eləyə bilirik pişrəft quzu qərniyənin qabağını alaq. Yəni, əgər bimari iştibah lazik olubdur, quzu qərniyəsi var idi, biz eləyə bilirik crosslink əncam verək ta pişrəftin qabağını alaq. Qəblən bəli, çün əməli crosslink yox idi və onlar ki, 20 il bundan qabaq quzu qərniyələri var idi, lazik ediblər, mümkündür onlar peyvəndə yetişsinlər. Bəli, indi bu əməli crosslink ilə ki, ittisalat beyni kollajenهای qərniyə çoxaldı, siflədi qərniyəni, imkanı yoxdur peyvəndə yetişən. Yəni, teztər təşxis verirsiniz, teztər crosslink əncam verirsiniz, mərizin o mərhələyə peyvəndə yetişməz. Lenzi səxt gözün içinə qoymaq, gözün eşiyində olar, səthdə. Məriz özü səhər qoyar, axşam götürər. Bu lenzi səxt bəli, bais olar ki, diddə yaxşı olsun. O da ki, ruzanədir məsələf. Əməli crosslinkin hududu 20-22 milyonla işi gözü də əncam verə bilərlər. Hər iki göz, rast çəp, 22 milyon. Həm həzinə cərrah, həm həzinə klinik. Bu bihiss əncam tapar. Qətri anistokain salar, bihiss olar, əncam tapar. Bihuşiyə niyaz yoxdur. Bir dənə lenzi pansuman qoyuruq mərizin gözünün üstünə və qətrələri gəh salarlar bunlar. Sabahsı gün müayinə olacaqlar pezeşkinlərin ki, ufunəti olmasın, ayrı əziyyət olmasın. Bir həftə sonra o lenzi pansumanı götürəcək. O 3-4 gün ki, lenzi pansuman var, behtərdir ki, su gözlərinə getməyə. Bebin, mərizə ki, quzu qərniyələri vardı, bunların namunəzzəm astigmat daha var, gözləri zəifdir. Bir teydada zəiflikləri eynəklə islah olar bunların. Əgər eynəklə islah olmasa, lenzhay səx ya lenzhay skleral təcviz olar. Əgər lenz ilə də islah olunmasa, eləyə bilirik ki, ya lenzi təhəmmül eləməsə bimar, biz eləyə bilirik həlqəhay daxilə qərniyədən ya ringhay daxilə qərniyədən istifadə eləyək ki, qərniyə münəzzəm eləyək, namunəzzəm qərniyə münəzzəm eləyək. Əgər ringə də cavab verməsə, kaşdə lenzə də cavab verməsə, məcburuq peyvəndə qərniyəni axərin rəviş dərmanı biz bimaran quzu qərniyədə bizim peyvəndə qərniyədir.
İlləti dəqiq quzqərniyə tapılmayıbdı, bilmirlər. Bəli, bir tədad irsi məsail vardı. Onların ki, sabiqi xanivadəyə var, yəni ailələrində, bacısında, qardaşında, anasında, əmisində bu noxoşluq var, onlarda var. Bəli, bir illəti də gözün olmağıdır. Bunlar o qədər oğullar gözlərin ki, göz qərniyə halətini əldən verir, təğyir şəkil tapır, yəni qərniyə şəkli təbiidən çıxır, orayı qeyri-təbii, bir dənə bir yerdən quz tapır. Dərəsəri olmaq. Ya onlar ki, gecələr başların, gözlərin balışa sürtürlər, üzü qurlu yatırlar balışa və gözlərin maliş verirlər balışa, bunlarda da quz qərniyə olar. Xoş, siz dediniz, bir illəti quzqərniyənin maliş çeşmidi olmaqdır. Gözü çox ovurlar, baisi quzqərniyə olur. Niyə gözü ovur? Bunun həssasiyyəti var, iltihabı var ki, baisi olur. Alerjisi vardır da ki, bu gözün ovur. Sizcə alerjiyi dərman edərsiniz. Qətrəyə ziddi alerji var, quruluğa görə qətrələr var. Bunlarca istifadə eləyə, o iltihab və o alerji aradan geçsə də o uşaq gözün olmayacaqdır. Olmasa da quzqərniyə tapmaz. Bimariyə quzqərniyə bir dənə bimariyə baft həmbəndidir, yəni kollajen də daxildir burada. Hər mərizi ki, müşkil kollajenə olsa, müşkil ixtilal baft həmbənd olsa, misal sendromi Down, misal bimariyə Ehlers-Danlos, bunlarda quzqərniyə çoxdur. Siz sendromi Downlarda çoxu quzqərniyə tapır. Çünki bunların müşkil baft həmbəndiləri vardır. İxtilal baft həmbənd ya ixtilal kollajenləri vardır ki, bunlarda çox şayiədir. خیلی ممنون که ویدیوی ما رو تماشا کردین. لطفاً کانال ما رو سابسکرایب کنین، علامت زنگوله رو بزنین برای اینکه از برنامه‌های بعدیمون مطلع بشین.